Frank dövləti, Frank imperiyası 476-cı ildə German tayfa başçısı Odoakrın Qərbi Roma imperiyasına son qoyması ilə Avropada qədim dövr başa çatır, başlanır Orta əsrlər dövrü. Orta əsrlər dövrünün başlanması ilə də Avropada feodalizm quruluşu, feodalizm cəmiyyəti yaranır. Feodalizm quruluşu ümumiyyətlə 5-ci əsrdən 17-ci əsrə qədər mövcud olubdur. Avropada, yəni Qərbdə və Şərqdə, yəni Asiyada feodalizm quruluşunun yaranması və süqut dövrü ilə bağlı bir sıra fərqliliklər var. Belə ki, Avropada feodalizm cəmiyyəti gec yaranıb, yəni 5-ci əsrdə yaranıb, ancaq Asiyada, yəni Şərqdə feodalizm cəmiyyəti 3-cü əsrdə yaranıbdır. Avropada gec yaranmasına baxmayaraq tez də süqut edibdir 17-ci əsrdə. Asiyada, yəni Şərq ölkələrində isə 19-cu əsrə qədər feodalizm quruluşu qalıbdır. 476-cı ildən sonra, yəni 5-ci əsrdə Avropa tarixində Roma dövrü başa çatır, German mərhələsi başlanır. Bəs bu Germanlar, German-Alman tayfaları kimlərdir? Ümumiyyətlə, Romalılar Reyn çayından qərbdə yaşayan tayfaları Germanlar adlandırırlar. German tayfaları bizim eranın 1-ci əsrin əvvəllərində şimalda Baltik və Şimal dənizlərindən, cənubda Dunay çayına, şərqdə Visla çayından, qərbdə Reyn çayına qədər olan ərazilərdə məskunlaşan xalqlardır. Bu tayfalar ibtidai icma quruluşunda yaşayırdılar hələ də. Əsas məşğəl sahələri maldarlıq və ovçuluq olaraq qalmaqdaydı. Mühüm məsələlərini xalq yığıncağında həll edirdilər. Bu mühüm məsələlərdə sülh, müharibə, cinayət işləri, qəbilə başçısının seçilməsi kimi mühüm məsələlər daxildir. Ümumiyyətlə, Germanların Roma imperiyası ərazisinə soxulması, burada bəzi əraziləri işğal etmələri və ilk krallıqlarını, barbar krallıqlarını yaratmasından danışıq. 4-cü əsrin ikinci yarısında Hunların sıxışdırdığı German tayfaları Roma imperiyasının ərazisinə daxil olurlar. Xalqların böyük köçünün dövründə German tayfaları Qərbi Roma imperiyasının bir sıra ərazilərini işğal edərək burada məskunlaşıb ilk dövlətlərini, barbar krallıqlarını yaradırlar. Çünki German tayfalarının Qərbi Romaya daxil olması ilə Qərbi Romada təhsil, elm və mədəniyyət sahələrinin tənəzzülə uğradı. Şəhərlərdə dağıntılar baş verdi. Romalıların yaratdıqları bir sıra texniki və elmi nailiyyətlər sıradan çıxdı. Yəni, Avropa tarixində Roma dövrü başa çatır, yerində German mərhələsi başlandı və German tayfalarında Qərbi Roma imperiyası arasında məskunlaşması, həmçində bir sıra barbar krallıqlar yaratmaları onların Avropa krallıqlarının, Avropa xalqlarının formalaşmasına təkan verdi. Ümumiyyətlə, German tayfaları hansı barbar krallıqları yaratmışlar və harada yaratmışlar? Franklar Frank dövlətini Qaliya ərazisində, yəni indiki Fransa ərazisində yaratmışlar. Anglo-Sakslar Britaniyada, Vandallar Şimal-Şərqi Afrikada, Oskotlar İtaliyada, Veskotlar isə İspaniya ərazisində yaratmışlar. German tayfaları ilə, yəni German cəmiyyəti ilə Roma cəmiyyətinin bir sıra fərqli xüsusiyyətləri var idi. Aramsız mühariblər ümumiyyətlə German krallarının sərhədlərinin genişlənməsinə, bu genişlənmə də onların iqtisadiyyatında, idarəetmə quruluşunda, həmçinin mədəniyyət sahələrində bir sıra yeniliklərə səbəb oldu. Belə ki, Alman dilli xalqlar nə yazmaq, nə də oxumağı bacarmırdılar və Alman dilli xalqların Roma əhalisi ilə qaynayıb qarışması nəticəsində Latın dili də dəyişməyə başladı. Belə ki, rəsmi dil olmasına baxmayaraq Latın dili artıq əhalinin əksəriyyət tərəfindən başa düşülmürdü. Çünki yeni sözlər və ifadələr dilə daxil olduqca müxtəlif dialektlər də inkişaf edirdi. 9-cu əsrə qədər Latın dilinin əsasında fransız, ispan və digər Avropa dilləri yaranmağa başlandı. Roma cəmiyyətində əsasən dövlət hakimiyyətinə və yazılı qanunlara sadiqlik mövcud idi. Ancaq German cəmiyyətində ailə bağları və şəxsi sədaqət, şəxsi xarakter üstün tutulurdu. Roma hüquq sistemində məhkəmə dəlillər əsasında qərar qəbul edirdi, hökm çıxarırdı. Ancaq German cəmiyyətində belə deyildi. German cəmiyyətinin hüquq sistemi əsasən qan davasına və qisasa əsaslanırdı. Tədricən qan tökülməsinin qarşısını almaq üçün Germanlarda cəriməyə əsaslanan yeni sistem meydana gəlir, yeni sistem tətbiq olur. Günahkar yaraladığı və ya öldürdüyü şəxsin ailəsinə müəyyən məbləğdə pul ödəməli idi. Burada da biz yenə təbəqələşməni müşahidə edirik. Belə ki, bu ödənişdə sosial statusdan asılı olaraq artıb azalırdı. Məsələn, zadəganlara, yəni varlılara qarşı edilən cinayət adi kasıb bir insana qarşı edilən cinayətdən daha baha başa gəlirdi. Keçək artıq Frank dövlətinin yaranmasına. Deməli, Frank tayfaları iki böyük qolda birləşmişdilər və onların başçıları özlərini hökmdar adlandırsalar da,
əslində hərbi başçıları idi. Özlərini hökmdar adlandırırlar, ancaq hərbi başçılar hesab olunurdular. Frank tayfalarının bir hissəsi birləşərək Hlodviqin başçılığı ilə 486-cı ildə Qalliya istiqamətində hücumlara başlayır və 486-cı ildə Soissons adlanan yerdə döyüş zamanı Franklar Qalliyanın böyük bir hissəsini, Parisdə daxil olmaqla Loara çayına qədər olan hissəni əraziləri ələ keçirirlər. Soissons döyüşündən bir qədər sonra isə Hlodviq həmin o Soissons döyüşündə müttəfiqi olan Frank tayfa başçılarını da aradan qaldıraraq, sıradan çıxararaq 5-ci əsrin sonlarında Frank dövlətini yaradır, Frank krallığını yaradır, özünü isə kral elan eləyir. Deməli, Frank dövlətini kim yaratdı? Hlodviq 5-ci əsrin sonlarında. Hlodviqin hakimiyyəti dövründən danışaq. Deməli, Hlodviq xristianlığı dövlət dini kimi qəbul etmişdi. Bu da Qərbi Roma imperatoru, ümumiyyətlə Roma imperatoru, çünki hələ 330-cu ildə parçalanmamışdı. Roma imperatoru Konstantinlə Urnayr, Alban hökmdarı Urnayrın oxşarlığıdır. Deməli, xristianlığın dövlət dini kimi qəbul edilməsi nəticəsində Hlodviq yerli əhali və ruhanilərin rəğbətini qazanır. Həmçində Roma-German birliyinə nail olur. Roma-German birliyinə nail olması da gələcəkdə fransız xalqının yaranmasına səbəb oldu. Deməli, Hlodviqin yerli əhali və ruhanilərin rəğbətini qazanması belə idi. Hlodviq Qalliya ərazisini işğal edən zaman Qalliya əhalisi, yəni yerli əhali xristian dininə sitayiş edirdi. Yəni əsas din xristian dini idi və yerli əhalinin, həmçinin də din xadimlərinin rəğbətini qazanmaq üçün xristianlığı dövlət dini kimi qəbul etməli idi. Sonra dövlət vilayətlərə bölünür və bu vilayətləri idarə edənlər qraf adlanırdı. Necə ki, Azərbaycan tarixində Sasanilərin dövründə dedik ki, vilayətlər mərzibanlıq adlanırdı. Həm bu vilayətləri idarə edən, mərzibanlıqları idarə edən şəxslər mərziban adlanırdı. Yəni canişinlər mərziban adlanırdı. Sonra Ərəb xilafətində əmirliklər vilayətləri idi. Həmin bu əmirlikləri idarə edən canişinlər əmr adlanırdı. Eləcə də Frank dövlətində də vilayətləri idarə edən canişinlər qraf adlanırdı. Frankların ilk qanunlar toplusu yaradıldı. Yəni Salik qanunları. Salik qanunları eramızın 6-cı əsrin əvvəllərində yaranmışdı. Latın dilində qəbul olunmuşdu, Roma hüququ əsasında tərtib olunmuşdu və 9-cu əsrə qədər qüvvədə qalmışdı. Bu qanunlarda əsasən Frankların qədim adət-ənənələri, ailə, vərəsəlik, mülkiyyətə dair hüquqi məsələlər, həmçinin qanunların pozulmasına görə cərimələr müəyyən olunmuşdu. Frank qanunlar toplusu, yəni Salik qanunları nəticəsində ölkədə özbaşınalığın qarşısı alınır və Frank dövləti qanunun əsas tutulduğu, əsas olduğu bir dövlətə çevrilir. Belə ki, biz German cəmiyyətində hələ Frank dövləti yaranmamışdan qabaq demişdik ki, German cəmiyyətində hüquq sistemi əsasən qan davasına, qisasa əsaslanırdı. Artıq Salik qanunlarından etibarən, yəni 6-cı əsrin əvvəllərindən etibarən Frank dövləti qanunun əsas olduğu dövlətə çevrildi. Lakin Hlodviqdən sonra, yəni Hlodviqin varisləri dövründə dövlət zəifləməyə başlayır. Və iri feodallar, iri torpaq sahibləri, həmin o mayordromlar artıq kralları, Frank krallarını tənbəl krallar adlandırmaya başlayırlar. Yəni açıq şəkildə tənbəl kral adlandırırlar və Frank mayordromu, bütün Frank ərazisinin mayordromu uğrunda mübarizəyə başlayırlar. Bu mübarizədə qalib gəlir 687-ci ildə Heristallı Pipin. Heristallı Pipində Pipinlər sülaləsi və yaxud da Karolinglər sülaləsinin nümayəndəsi idi. Heristallı Pipindən sonra onun varisi hakimiyyətə gəlir Karl Martel. Deməli, Karl Martel kral deyildi hələ. 8-ci əsrin birinci yarısında sarayda baş məmur olmuşdu. Dövləti kralın adından idarə edirdi. Hərbi saat keçirmişdi. O, müsəlman ərəblərlə olan döyüşdə müşahidə eləmişdi ki, müsəlman atlıları döyüşün taleyini həll edirlər və cəngavərlərdən, yəni zirehli atlılardan ibarət qoşun təşkil eləmişdi. Orduya rəhbərlik eləmişdi. 732-ci ildə Poitiers döyüşündə ərəbləri məğlub edərək onların Avropanın içərilərinə doğru irəliləməsinin qarşısını almışdı. Karl Marteldən sonra Gödək Pipin hakimiyyətə gəlir. Gödək Pipindən sonra Karoling Böyük Karl hakimiyyətə gəlir. Böyük Karlın hakimiyyət dövrü Frank dövlətinin, daha sonrası imperiyasının ən qüdrətli dövrü hesab olunur. 768-814-cü illərdə hakimiyyətdə olubdu. Deməli, Böyük Karl, Karoling Böyük Karl həm daxili sahədə islahatlar keçirir, həm də xarici siyasətdə bir sıra geniş işğalçılıq addımları atır. Daxili sahədə hərbi islahat keçirir. Böyük Karlın hərbi islahatına əsasən kəndlilər orduya çağırılmır. Çünki kəndlilərin orduya çağırılması nəticəsində kənd təsərrüfatı tənəzzülə uğrayır.
Artıq kəndli öz təsərrüfatı ilə məşğul ola bilmir. Nəticədə aclıq, qıtlıq yaranır. Həmçində kəndli nə silah ala bilirdi, nə at ala bilirdi, nə də at belində vuruşmağa bilirdi. Bu da orduda, yəni daimi nizam orduda zəifləməyə səbəb olurdu. Həmçində Böyük Karl öz qohumlarına, həmçinin Frank əyanlarına şərti torpaq sahələri paylayır. Bu şərt torpaq sahələri də zamanla irsi səciyyəyə daşımağa başlayır. İrsi xarakter alması da imperiyanın parçalanmasına zəmin yaradır. Xarici sahədə bir sıra işğalçılıq müharibələri aparmışdı. Belə ki, İspaniyada müsəlman ərəblərlə müharibə apararaq Pireneyn yarımadasının şimalında kiçik bir vilayət ələ keçirir və burada xristianlığı təbliğ edir. 30 ilə yaxın Saks tayfaları ilə mübarizə aparmışdı. Artıq müharibə ilə onları qalib gələ bilməyəcəyini başa düşərək sonda Saks əyanlarına torpaq sahələri bağışlayaraq onları öz tərəfinə çəkir. Avar xaqanlığına qarşı amansız müharibə aparılmışdı. İtaliyanın şimalında Germanlar məğlub edilmişdi. Həmin bu Germanlar da Roma papasını təhdid edirdilər. Germanları məğlub edərək Germanların həmin ərazisini ələ keçirir. Frank imperiyasına, Frank dövlətinə birləşdirir və 800-cü ildə Roma papası öz minnətdarlığını ifadə etmək üçün Böyük Karlı Romaya dəvət edir və Böyük Karl papa tərəfindən imperator elan olunur. Frank dövləti imperiya elan olunur 800-cü ildə. Böyük Karlın tacqoyma mərasimi Roma, xristian və alman elementlərinin bir araya gəlməsini simvolizə edirdi. Yəni artıq Avropada yeni sivilizasiya yaranmışdı deyə bilərik. Həmçinin Böyük Karl Bizans və xilafətlə də diplomatik əlaqələr yaratmışdı. Böyük Karlın papa tərəfindən imperator elan olunması Napoleon Bonaparte və 1-ci Otto ilə oxşarlıq təşkil edirdi. Deməli, Roma imperiyasından sonra ilk dəfə Qərbi Avropanı birləşdirdi kim? Böyük Karl. Böyük Karl hansı sülalədən idi? Karoliklər sülaləsindən idi. Hakimiyyət illəri 768-814-cü illəri əhatə edirdi. Lakin biz dedik ki, Böyük Karl Frank əyanlarını, həmçinin qohumlarına şərti torpaq sahələri bağışladı və sonra bu torpaqlar irsi səciyyə daşıdı. Bu da imperiyanın parçalanmasına zəmin yaratdı. Karlın vəfatından sonra da onun nəvələri öz aralarında 843-cü ildə Verden müqaviləsini imzalayırlar. Verden müqaviləsinə görə dövlət 3 hissəyə, imperiya 3 hissəyə bölünür. Almaniya, Fransa və İtaliyaya. 9-11-ci əsrlərdə də ümumiyyətlə Avropada feodal dağınıqlıq, pərakəndəlik hakimi idi. Bu dağınıqlıq da Fransaya da, Almaniyaya da, İtaliyaya təsir göstərirdi. Hətta feodal dağınıqlığın ən bariz nümunəsi də Fransa ərazisi sayılırdı. Fransada ümumiyyətlə 9-11-ci əsrlərdə kralın mülkiyyəti yalnız Paris ilə Orlean şəhərləri arasındakı ərazilər hesab olunurdu. Qalan yerlərdə iri torpaq sahibləri, əyanlar hakimi idi. 987-ci ilə qədər Fransanı Karoliklər sülaləsi, 987-ci ildən isə Hugo Capetin başçılığı ilə Capetinlər sülaləsi idarə etməyə başladı. Almaniyada isə Fransaya nisbətən vəziyyət bir qədər yaxşı idi. Belə ki, iri feodal mülklər birləşdirilib, vahid Almaniya krallığı yaranmışdı. Kral 1-ci Otto da İtaliyanın şimalını tutaraq 962-ci ildə papanın çağırışı ilə Romaya gedib özünü imperator elan etmişdi və Müqəddəs Roma imperiyasını yaratmışdı. Deməli, 962-ci ildə Müqəddəs Roma imperiyasını yaradıbdı 1-ci Otto. Müqəddəs Roma imperiyasına da 1806-cı ildə Napoleon Bonaparte son qoymuşdu. Napoleon Bonaparte, 1-ci Otto və Böyük Karl oxşar cəhətləri üçünün də papa tərəfindən imperator elan olunması idi. İtaliyada yenə Fransa kimi siyasi dağınıqlıq hökm sürürdü. Bir sıra şəhərləri Genua, Venesiya, Pisa, Florensiya kimi şəhərləri müstəqil şəhər respublikaları çevrilmişdi və burada ticarət bir qədər inkişaf eləmişdi. Onlayn dərslərlə maraqlananlar bu səhifənin direkt bölməsini yaza bilərlər.